Artıq fərdi sahibkarlar sima imzadan istifadə etməklə əlavə daşıyıcı və nömrə ehtiyacı olmadan e-Taxis Qovazda e-qaymə göndərə və dövlət vergi xidmətinə bəyannamə təqdim edə bilərlər. Necə? Gəlin izah edeyim. Bunun üçün ilk olaraq sima imza tətbiqini App Store və Play Store-dan smartfona quraşdırıb qeydiyyatdan keçmək lazımdır. Burada qeydiyyat üçün şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və FIN kodu tələb olunur. Daha sonra kimliyin biometrik təsdiqi üçün üzümüzü skan edib sənədlərin imzalanması üçün də 6 rəqəmli şifrəni təyin etmək lazım gəlir. Bu qədər sadə. Artıq biz vətəndaş olaraq sima imzadan qeydiyyatdan keçmiş olduq. Lakin bu qeydiyyat fərdi sahibkar olaraq sözgedən sistemə daxil olmağa imkan yaratmır. Bunun üçün vətəndaş olaraq qeydiyyatdan keçdikdən sonra ana ekranda sola sürüşdürüb sertifikat əlavə et düyməsini sıxmaq lazımdır. Bu bölməyə fiziki şəxs olaraq, yəni sahibkar kimi dövlət vergi xidmətində qeydiyyatdan keçdiyimiz VÖN nömrəsini daxil edib daha sonra təsdiq edin düyməsini sıxırıq. Növbəti bölmədə sertifikatın adını təyin eləyərək təsdiqləmə üçün sima imza PIN nömrəmizi daxil eləyək. Açılan ekranda fərdi sahibkar imzası üçün abunə haqqları bizə göstərilir. Burada promokod hissəsinə daxil olub 6 ay pulsuz yazmaqla sertifikatı qeyd olunan müddətə ödəniş etmədən istifadə imkanı əldə etmiş oluruq. Bu qədər sadə. Artıq dövlət vergi xidmətinin elektron xidmətlərindən sima imza vasitəsindən rahatlıqla istifadə edə bilərik. Bunun üçün uyğun veb sayta daxil olub giriş növü kimi sima imza seçmək lazımdır. Daha sonra çıxan QR kodu sima imza tətbiqində QR bölməsindən oxudub sahibkar seçimini eləyərək təsdiq edirik. Beləcə artıq e-qaymə göndərmək, hesabat təqdim eləmək kimi bir çox önəmli əməliyyatları New e-Taxis Qovazda sima imza ilə yerinə yetirmək mümkün hala gəlmiş olur. Belə dostlar, ümid edirəm bu məlumat sizin üçün faydalı oldu. Videonu fərdi sahibkar dostunuza göndərməyi unutmayın. Xüsusi olaraq qeyd edim ki, bu təlimat xarakterli video izə Azərbaycanın reklam haqqında qanununa əsasən Azin Telekomla tərəfdaşlıq əsasında təqdim olundu.